Deyir ki, klasterləsən uyğun cavablar müəyyən edin. Cümlələri birinci tapırıq ki, cümlə C ilə D-dədir. Buraya yazıram C, buraya yazıram D. Bərabər işarəsini qoyuram. İndi gəlirəm A variantına bir təhlil eləməyə. A variantında deyir ki, quruluqca düzəltmə sifət işlənməsə də sadə sifət işlənib. Baxıram ki, C bəndə həyətdə böyük ağaclar var idi. Onu tanınmış bir bağban salmışdı. Quruluqca düzəltmə sifət deyir işlənməz. Amma burada böyük sifəti nədir? Quruluqca düzəltmədir. Demək, A bəndi C-yə uyğun getmir. İndi yoxlayıram D bəndinə. Yaşadıkları bugünkü halını belə dürüst insan kimi davranmaqdan çəkindirmirdi. Üzr istəyirəm, yaşadıkları onu bugünkü halından belə dürüst insan kimi davranmaqdan çəkindirmirdi. Quruluqca düzəltmə sifət yoxdur burada. Sadə sifətdə işlənib. Elə deyil. Hə. Quruluqca düzəltmə sifət yoxdur, sadə sifətdə işlənib. Demək, A bəndi hansına uyğun gəldi? D-yə. D-nin qabağına yazıram A. Sonra gəlirəm B-yə. Parlaq sözündə deyir, sözündəki şəkilçili eyni olan şəkilçili sifət işlənib. Parlaq sözü Ağustiki şəkilçisi ilə düzəlib. Baxıram ki, həyətdəki böyük sifəti burada ı-üstü 4 ilə yaranıb. Yaşadıkları onu bugünkü halına belə dürüst insan kimi davranmaqdan çəkindirmirdi. Bu bəndi heç birisinə uyğun gəlmir. Çünki heç bir sözdə Ağustiki şəkilçisi ilə düzələn sifət yoxdur. Demək, bu bəndinə atıram, getmir. Keçirəm E bəndinə. Kökü sifətlə omonluğun söz işlənmişdi. Həyətdə böyük ağaclar var idi, onu tanınmış bir bağban salmışdı. Burada kökü sifətlə omonluğun söz görmürəm. D-yə baxıram. Yaşadıkları onu bugünkü halında belə dürüst insan kimi davranmaqdan çəkindirmirdi. Burada yaşa sözün köküdür, yaş və isimdir. Kökü yaş sifəti ilə omonimdir. Gördün, E bəndi nəyə uyğun gəldi? D-yə. Demək, nə yazıram? E-ni gətirib yazıram D-nin qabağına. Sonra, baxıram F-yə. İki düzəltmə sifət işlənmiş cümlədə çoxaltma dərəcəli sifəti rast gəlinmir. Baxıram ki, C bəndində bir dənə düzəltmə sifət var. Elədir. D bəndində isə ümumiyyətlə düzəltmə sifət yoxdur. Demək, F bəndi heç birisinə aid deyil. Sonra gəlirəm G bəndinə. Sifətlərdən birinin tələffüzündə səs dəyişimi olur. Həyətdəki böyük sözündə K burada Y-yə keçir, səs dəyişimi olur. İndi D-yə baxaq. Burada da bugünkü sifəti ilə dürüst sifət var. Dürüst sifətdə səs düşümü olur, T düşür. Bugünkü isə olduğu kimi tələffüz olunur. Demək, sifətlərdən birinin tələffüzdə səs dəyişimi olur fikri yalnız nə aiddir? C bəndinə aiddir. C-ni yazıram C-nin qabağına. İndi bunu belə yazandan sonra üzr istəyirəm. Bunu sifətlərdən birinin tələffüzdə səs dəyişimi olur. Aha. Hə. İndi bunu belə yazandan sonra ən çox hansının qabağına variant yazmışamsa, birə onu yazıram. Baxıram ki, ən çox D-nin qabağına yazmışam. Birə D. 2-yə isə A, E, G. Bunların ümumisini yazıram. 2 yazıram A, E, G. O variant da hardadır? D variantındır.